Ramazan ayı İslam aləmində xüsusi mənəvi dəyərə malik müqəddəs aylardan biridir. Bu ayda sübh vaxtından gün batana qədər yemək və içməkdən uzaq qalmaqla yerinə yetirilən oruc ibadəti müsəlmanlara fərz, vacib buyurulub. Oruc yalnız sözsüz ki, fiziki ibadət deyil, eyni zamanda insanın bir mənəvi tərbiyəsi, səbri və iradəsinin möhkəmlənməsi baxımından, eyni zamanda ruhun arınması, təmizlənməsi baxımından çox önəmli bir əhəmiyyət, mühüm əhəmiyyət daşıyır. İslam dini insanın imkanlarını və fiziki vəziyyətini nəzərə alır, sağlam, həddi buluğa çatmış və səfərdə olmayan hər bir müsəlmana oruc vacib hesab olunur, lakin bəzi kateqoriyadan olan insanlar üçün bu ibadət məcburi deyil. Bəs Ramazan ayında oruc kimlərə vacib deyil? İlahiyyatçı Ağa Hacıbəyli TNS TV-nin sualını cavablandırıb izləyək. Quran-ı Kərimdə Bəqərə surəsi var. Bəqərə surəsində orucla bağlı hökmləri görürük. Əlbəttə ki, orucun oradakı hökmü ya eyyuhellezine amanu ilə başlayır. Ey iman edənlər, sizdən öncəki ümmətlərə Allah orucu vacib və ya fərz etdiyi kimi sizlərə də vacib və ya fərz etdi. Ləalləkum təttəqun ayənin sonunda bəlkə siz də oruç tutub təqvalı olasınız deyə bir ayə var. Yəni biz orucu Ramazan ayında Allahın əmri olaraq yerinə yetiririk. Eyni zamanda həmin ayədən sonra Bəqərə surəsinin 185-ci ayəsində Rəbbimiz yenə də davamda deyir ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Yəni Allah sizin üçün asanlıq istəyir. Yəni yüce yaradan insanlıq üçün çətinlik istəmir. Oruç bir asanlıq məsələsidir. Odur ki, orucla bağlı yenə də Quran-ı Kərimin həmin surəsində 183-cü ayədə bir bölüm də var. Fəmən kənə minkum maridən əv alə səfərin fəiddətun min əyyəmin oxar. Daha doğrusu 184-də olmalıdır bu. Deyir, sizdən kim xəstə və ya səfərdə olarsa, yəni tutmadığı günlərin sayı qədər başqa günlərdə oruç tutsun. Buradan ayədən görürük ki, səfərdə olan insan bir də xəstə olan adamla bağlı. İlk hökm onlardan üzərində başlayır. Yəni sağlamlıq ümidi olan xəstələr var ki, onlar ümidlidirlər ki, 5 gün, 3 gündən sonra sağalacaqlar. Bu adamlar sağaldıktan sonra oruçlarını davam edirlər. Bayramdan sonra günbəgün oruçlarını qəza edirlər. Amma sağalmaq ümidi olmayan xroniki xəstələrimiz ki var. Bu adamlar bilirlər ki, illərdən bəri hər hansı bir mədə xəstəsidir, ürək xəstəsidir və yaxud da beyindən bağlı və s. və ilaxir söhbət ciddi orqanlardan söhbət gedir. Ya qaraciyərlə bağlı, yağciyərlə bağlı mütəmadi olaraq dərman qəbul edir. Yəni gündə bir dəfə, 2 dəfə, 3 dəfə. Bu etdiyi dərmanların təsirindən də oruç tuta bilmir. Yəni bu sağalmaq ümidi olmayan xroniki xəstələr əgər maddi imkanları yaxşıdırsa, yəni maddi imkanları yaxşıdırsa, onlar fidyə verirlər. Çünki ayə deyir ki, وَلَلَّذِينَ يُطْيِقُونَهُ فِدْيَةٌ طَعَامُ miskin deyir ayə. Yəni o insanlar ki, gücləri, yəni oruç tutmağa gücləri yetmir, həm də ola bilsin bu insanlar yaşlı adamlardır, tək xəstə də deyirlər. Ağır insanlardır, nənələrimiz ola bilər amma imkanları, maddi imkanları var ki, onlar gün ərzində bir miskinin qarnını yəni 2 dəfə səhər axşam doyurma şərti ilə fidyə versinlər. Bu adamlar da təbii ki, oruç tutmaya bilir. Amma səfərdə gəlincə, səfərdə olan insanların da fiqdə, yəni şəriət hökmlərində 2 cür şeyi var. Necə deyərlər, şəri məsafə ölçüsü var. Şəri məsafə təqribən bu 90 kilometrdən çox məsafə eləyir. Birinci ölçüyə görə. Yəni bir insan yaşadığı şəhərdən 90 kilometr məsafədə ayrıldıqda artıq o səfəri sayılır, yəni müsafir sayılır. Müsafir sayıldığı zaman oruç tutmur daha doğrusu və geri döndüyü zaman günbəgün Ramazandan sonra o orucunu tutur. Eyni zamanda bir də fiqhi qaydalarımıza görə başqa bir məzhəbimizdə bu həddi tərəxüs deyilir buna. Bu 22 kilometr məsafədir. Yəni yaşadığı
şəhərdən, kəndin sonuncu belə deyək, hüdudundan ta 20 kilometr məsafəni qət etdikdən sonra bu adam müsafir sayılır. Və müsafir sayılır və bu insan beləliklə oruç tutmaya bilir. Eyni zamanda oruç tutmayacaq insanlardan biri hamilə və xanımlarla bağlıdır. Yəni, əgər öz sağlamlıqlarına və ya körpəyə zərər gələcəyi qorxusu varsa, əlbəttə ki, süd verən ana oruç tutmaya bilər. Amma tutalım ki, oruç tutduğu zaman südü azalarsa, uşağın qidasına təsir göstərərsə, yox. Amma oruç tutması əsnasında həm uşaq ola bilsin ki, yeməkdə yeyir, həm də ana südü alır. Yəni, o uşağa təsir eləməyəcəksə, onun qidasına, əlbəttə ki, bu hökm burada dəyişir. Amma eyni zamanda hamilə xanımlar var ki, hamiləliyin də ilkin ayları var və yaxud son ayları var. Hamiləlik dövründə də oruç xanımın üzərindən götürülür. Amma burada yenə də əsas hədəf və qayə bətnindəki uşaqdır. Yəni, əgər xanım oruç tutması ilə özünü sağlam və övladının da tam sağlam olduğu qənaətindədirsə ki, heç bir problemi yoxdur, sıxıntısı yoxdur. Əks təqdirdə ki, əgər halı pisləşirsə, bətnindəki uşağın sağlamlığına təsir edərsə, burada hökm yenə də dəyişir. Yuxarıda mən qeyd elədim, yəni çox yaşlı, taqətsiz insanlarla bağlı insanlar ki, bir də oruç tutmayacaq insanlar ağıl sağlamlığı olan şəxslərdir. Yəni, ağlı başında olmayan şəxslərdən şəriət tələb eləmir tutmağı, namaz qılmağı. Eyni zamanda hədd-i-buluq dövrünə çatmamış uşaqlar var. Hədd-i-buluq dövrü ölkəmizdə 12 yaş ola bilər, 13 yaş ola bilər, 14 yaş ola bilər. Bəzi uşaqlarda bu 15 yaş həddində də ola bilir ki, hədd-i-buluq dövrünə qədər uşaqlar üzərində oruc vacib deyil. Amma hədd-i-buluqdan sonra əlbəttə ki, onlar bir şəxsiyyətdir, onlar da bu ibadəti yerinə yetirməlidir.